bilməyim də qaçdı. Gör nə günlərə qalmışsan, bir dənə ilmə də keçirə bilmirsən, kim alacaqsan? Vaxtında mənə hə demədin də yağbal içində yaşayacaqdın. Yok istemez, yok tövbeler olsun. Ben bir de hiç vakt erek etmerem. Evleri gök kapları yu evleri sil etraf etmerem. Ben temel çekildim bu yoldan. Başa düştüm yuya yuya her çorabından. Her gün üstümü çek, her gün işte. Her akşama isteyir erişte. Her gün eziyetle dayan keşifte. O mene vermez hiç bəxşişte. Yok istemem yok tövbeler olsun. Çok tehdim ellerinden kişiler benden uzak dursun. Yok anam yok tövbeler olsun. Çok tehdim elinizden çok eş benden uzak dursun. Xanla bir də zəhmət olsa bizə icazə verin də. Ana box icazə verin də, gələ bu dollarları çıx bu da. Sən düşmüsən çıx sola. Gələ. Sən zəhmət olsa icazə verin bizə. Gələ. Sən balıydı, necəsiz? Çox sağ olun, təşəkkür edirəm. Sən balıydı, gördüm efirdəsiz. Dedim elə mən də gəlim sizə. Burada boş çəkim, həm də birinci özümü sizə təqdim eləyim. Mən Azərbaycanda valyuta qəzənfər deyirlər. Biz nətə Azərbaycanda mənim 3 dənə var da, fabrikam var, tikiş fabrikası, daha hesabsız restoranım. Ondan sonra isə uşaqlar dondurma istəmişdi, dedim mənə dondurmanı nə edirsiniz? Gedin sex açın, dondurma sexi. Yaxşıdır, qızıl istəməyiblər. Qızıl da onların qurbandan ha, qızıl deyil. Ondan sonra canım sənə desin, Azərbaycana cəvizdir, qavındır, göyçədə hamısını biz təşkil edirik da bə. Nə gözəl. İndi də bu yaxınlarda bir dənə, deyəm da, bir dənə şokolad fabrika açmışıq. İndi onu gəlmişik açılışını eləməyə. Gəldim elə millətin içində də birbaşa özüm şəxsən sizə bir təklif eləyim. Çox sağ olun, amma əmələ gəlməz. Nətə əməl gəl, pulla deyil, o boyda yer açmışam mən bax. Bu bir restoran deyim sən, hamısından biraz var da nə istə. Nətər əmələ gəlmir, səni belə et. Teklif ediyorum, benimle evlenir misin? Çok düşün. Saxla, evlənəcəz o nədir? Buna danışır. Mən deyirəm sənə şokolad fabrika açmışam, onu reklamını eləyəsən deyə gəlmişəm də. İndi sən şokolad fabrikına gəlibsən. Amma nə gələsən? Bəs evlənəsi döysən? Nə evlənmə, bu şokolad. Xəbərim var, bütün Ağstafa indi bizə baxır. Amma nə lazımdır kim baxır bura? İndi sən bəni evlənmirsən. Yox, yer düşüşünə məşğuləm. Danışırsan, daya görür. Xəbərim var, nə qarmısan, sənin dadımız çıxdı bizim. Amma nə? Getdi, Naxçıvanda toyumuzdu, gəlirsin. Gəlin uşaqlar, gəlin. Tamam. Mikrofonu kim daha çox danışacaqsa o da uzadaq, zəhmət olmasa. Canımsın. Sənvər Leydi, necəsiz? Çox sağ olun, yaxşı olasınız. Buna görə yox idiniz, hə? Ortalıqda bir xeyli dəyişmisiniz. Nə? Hə. Sən bir dəqiqə bu nə demək? Sən niyə qırmızı giyinibsən? Ha? Allah gerçeği də verin. O mən tacı da istəyirəm, onu da O verin. tacı uçub istəmir. O, iraq olsun. Mənim səndən nəyim əski idi ki?
Yaxşısınızmı? Hər şey Keçən veriş yaxşıdır. yox idi. Üzrü hesab eləyin. Keçən dəfə burada çox ağır söhbətlər getmişdi. Ben sizi istəmirəm, bir dənə söz deyim. Mən bu xanımı çəkmək istəyirəm reklam olar. Xanım alınır sizdə. Reklam. Ha, şokolad alır. Hər şey yazmış kimi. Bir mənim işimə də. Qurban Bir mən... Gəl düş. Düş onda. Düş. Düş. Nə edəcəksən? Get reklamını çək. Hər vaxtınız xeyir olsun. Şəngəncin, daimi, mədədə aparsın. Gedərik. Bugünkü qanarlarımdır bu. Sağ olsun Müşfiq müəllim, ona qurban olur. Hə, nə? Nə sən mənim işimə qarışma. Nə mən səni bu dəfəlik bağışladım. Dəyərli münsiflər heyətimiz fikir bildirəcək. Mən çox xahiş edirəm, səhnəcidə əsas qəhrəmanlar biznesmenimizlə Sənubər xanım qalsın. Digər uşaqlar çox sağ olun əziyyətinizə görə. Sizi yola salaq. Buyurun, dəyərli insanlar, fikirlərinizi eşidək. Valla uşaqlarda indi bu səhnədə olan sərbəstlik, partnyor duyumu, eksprontluq, yəni bütün bunlar hamısı məni valeh elədi. Çünki biz o vaxtı səhnəyə çıxanda əsim əsirdik. Əslində əsiri yaxından baxdım, Sənubər Leydinin əlləri Amma əməlli əsir. bildirmirlər, fikir verirsiniz, belə yəni bir-birini duymaq, belə yəni bu qədər sərbəstlik, yəni professionallığa doğru gedir. Yəni, sabahları onları professional aktyor adlandırmaq mümkün olacaq. Bu artıq öz zəngini çalır. Uşaqlara müvəffəqiyyət arzulayıram. Yaxşıdır, gözəldir. Mənim şəxsən xoşum gəldi. Bir balaca mövzu bir şeydir, amma bir də ki, belə bir zatda sən xahiş eləginə, məsəl üçün o bir parik verək sənə, ya nə bir şey ki, o kasinka ilə tutmur o. Üstü biraz zatdır. Gerçək kimi Oğlan da qalır. çox sərbəst idi, çox belə yaxşı idi. Təkcə bir-birinizin sözünü bir-birinizin üstünə qaldırmayın. Sənubər, bu sənə aiddir. O danışırsa, sən ona imkan verin, onu tamaşaçı eşitsin və sən də eşit ki, o sənə axı müraciət edir. Nə demək istəyirdi? Qoy nöqtəsini qoyandan sonra sən ona cavab ver. Yaxşıdır, mənim heç bir söz deyə bilmərəm. Coşqun müəllim. Əlbəttə ki, uşaqlar çox rahat idilər. Keçən dəfəki nöqsanları biz burada müzakirə eləməsəydik, bu nəticəni görməzdik. Çox rahatsız. Mən deyərdim ki, səhnəni hiss edirsiniz, amma mənim xoşuma gəlmədi. Niyə xoşuma gəlmədi uşaqlar? Mən açıqlayım, bu sizin xeyrinizə olan bir nüansdır. Mən bunu mütləq deməliyəm. Sənubərdən istifadə eləyin, amma hər dəfə Sənubəri əlinizdə bayraq tutmayın. Sənubərin ətrafında fırlanmaq çox asandır. Mən onda başqa komandalara haqsızlıq edirəm. Sizi daima təriflədikcə. Çünki Sənubər elə bir obrazdır ki, onun yanında hər şey eləmək olar. Amma komandalar var ki, hər gün yeni sujetlə, yeni obrazlarla, yeni hadisələrlə gəlirlər bizim qarşımıza. Başa düşdünüzmü? Sənubər, yaxşısan, amma dadında bunu nümayiş elətdir. Hər dəfə sən elə kəndiri tutub əlindən komandanı çəkən deyilsin. İşiniz var, yaxşıdır, səhnəni doldurdunuz, rahatsınız, obrazlar var, amma nə vaxta kimi? Sənubər, onda onlar da, komandalar da hərəsi bir obraz götürsünlər və onun obrazını oynamaq çox rahatdır. Olub, tarixdə də olub, indi də var, onlar üçün rahatdır. Yəni, bir obraz əgər partlayırsa, vəssalam, o obrazın üstündə elə bütün hadisələri həll eləməyə razıdırlar və bu onlar üçün çox rahatdır. Çox rahatdır. Bu aktyorluq deyil, bunu səhnə bir dəfə sevər, iki dəfə sevər, səndən başqa şey gözləyirəm mən. Yəni, başqa bir şey istəyirəm sizdən. Təşəkkür edirik, Coşqun müəllim. Rafael müəllim. Coşqun çox düz qeyd elədi. Yəni, aktyor oyununuza, buna bir söz demirik, hər şey əladır. Amma qən edirəm də, hər dəfə bunu təqdim edirəm. Məsələn, keçən dəfə senaryoda nə idi sizdə? Psixoloq idi. Sənubər bibi var idi orada gənə? Yox idi. Amma daha çox bunun üstündə qurulur da sizin Gənclər Evinin təqdim elədiyiniz videolar, çıxışlar. Sənubər nisbətən daha çox istifadə. Nisbətən daha çox da. Coşqun müəllim də onu demək istəyir.
Yəni ki, hər dəfə dəyişilsə daha yaxşı olar. Amma aktyor oyununa sərbəstliyinizə, onun senarisinə, rejissurasına bir söz demirəm. Əladır, hər şey əladır. Sadəcə o ssenari hər dəfə dəyişilsə daha yaxşı olar da. Belə. Təşəkkür edirik Rəfai müəllim. Natiq müəllim, bu dəfə artıq səhnəcilər izləyirik. Necədir təəssüratınız? Müxtəliflik olsa, yəni ki, bu ssenarilərdə daha yaxşı olardı. Belə bəyəndiniz? Belə bəyəndim əla. Təşəkkür edirik. Ümumən bəyənildi. Sadəcə olaraq Sənubər obrazının təkrarlanması biraz. Bəli, Dedilər ki, Asiyalla artıq xanım. Südavə bəyənilmədi. Sənubər xanım, biznesmen bəy, sizi yola salaq. Təşəkkür edirik. Alqışlarla dəyərli qonaqlarımızı buyurun. Sizin işinizdə gözüm yoxdur. Buyurun, zəhmət olmazsa.